İngilizce sözü verdik. Doktor Elxan Sadızadə, Alyansın İdarə Heyətinin üzvü, həmçinin Forumun Təşkilat Komitəsinin sədri, bu Universitetin doçenti və Koreya Universitetində xüsusi təyin edilmiş professor. Hörmətli forum işləmişləri, hamınızı salamlayıram. Öz çıxışıma keçməzdən əvvəl mən bizim hamımızın tanıdığı, hörmətli Məsud Əfəndiyin təbrik məktubunu sizə sunmaq istəyirəm. Vaxtımızı çox almır deyə Məsud müəllim xahiş etdi ki, deməli təbrik məktubunu mən Sabıqla hamıya paylayıb, çıxışımdan sonra bunu edəcəm. O özü hal-hazırda deməli Sünniliklə bağlı tədbirdə riyaziyyat və sünnilikli bilgisini o field lifetime achievement mükafatını aldı, Umut mükafatını aldı və eyni zamanda da hal-hazırda kifayət qədər aktiv Azərbaycan yazılımına dəstək göstərir. Çıxışımı hər şeydən əvvəl təşəkkürlə başlamak. Bütün iştirakçılara ve ilk növbədə bizim forum işində əvəzsiz və fantastik tövbəsi olan Cənab Fuad Muradov təşəkkür edilməsidir. Bütün yazma komitəsinin Avropa şöbəsində Avrupa'da, Almanya'da, Almanya-Azerbaycan Alyansı'nın idare edildiği görülmüş işler yani şimdi görünmüyor o kadar ama çok büyük bir iş görülmüştür ve bu iş aslında yalnız birbirine bağlı değil, bu iş forumun bugünden sonraki işlerine bağlı. Bunu izah etmekten ötürü ben ilk növbədə forum dedikdə, yani mühendislerin forum dedikdə nəyi başa düşürük sualına cavab etmək istəyirəm.